Deməli, ABC üçbucağı verilmişdi. Burada deməli BC 14, ondan sonra BM 8, bucaq ABM 65 dərəcə, bucaq MBC isə deməli 50 dərəcə və bizdən CM AM nisbətini istəyir. CM-in bax bu AM-ə olan nisbətini istəyir. Deməli, bu məsələni həll etmək üçün, deməli, nə etmək olar? AB-yə bir dənə paralel keçirirəm. Baba, AB düz xəttinə bir dənə paralel keçirirəm. AB-yə bir dənə paralel keçirirəm. İndi tam rəssamlığım yoxdur, elə çəkək ki, əsas odur ki, AB-yə paralel çəkək və qırmızıya niyə çəkdik? Çünki bu sonradan əlavə olmadı. İndi bunu da adlandıraq, deməli, bunu da adlandıraq, D adlandıraq məsəl üçün, MD. İndi biz nə dedik burada? Dedik ki, AB paraleldir MD-yə. AB paraleldir MD-yə. İki paralel düz xət, bir düz xətlə kəsişəndə, deməli, alınan daxili, deməli, çarpaz bucaqlar bir-birinə bərabərdir. Bu 65-dirsə, bu da 65-dir. 65 dərəcə. Burada bir MBD üçbucağı görürük. 65, 50, 115, 115. Üçbucağın daxili bucaqlarının 180 olmaq üçün orada qalır 65. Və buradan belə bir nəticəyə gəlirik ki, bu olur bərabər yanlı üçbucaq. Bərabər yanlı üçbucaq. BC 14-dür. BC 14, BM 8. BM deməli 8, bu BM 8. Bu hamısı 14-dür. Bərabər yanlı üçbucaq, bu 8-dirsə, bu da 8-dir. İndi bu hissə deməli 14, bu hissə BD 8, bu DC-yə qalır 6. Bu da olacaq deməli 6. Bizdən nəyi soruşurdu? CM AM nisbətini. CM AM nisbətini. Fales teoreminə görə paralel düz xətlər arasında qalan hissələr bir-birinə bərabərdir. Bura 8-dir, burada 8 olur, bura 6-dır, burada 6 olur. Fales teoreminə görə burada həm bərabər yanlı üçbucaq, həm Fales teoremi, həm özümüz sonradan qurma etdik, bura paralel bir düz xət keçirdik və eyni zamanda iki paralel düz xətli bir düz xətin kəsəndə alınan daxili çarpaz bucaqlarla bağlı olan qaydalar hamısı istifadə olundu. CM nisbəti AM. CM nə qədərdir? 6, AM-dəki 8. Bu da 2-yə ixtisar olur. 3, 4. Deməli, düzgün cavab, yəni bizdən nisbət cavabı istəyir. CM AM nisbəti 3-ün 4-ə nisbəti, 4-də 3.